və burada isə məndə yarım stəkan qaymaqdır və yarım paçka plitka şokolad. Bunu belə mikrodalğalı sobada 1 dəqiqə əridirəm. Baxın, belə bu da hazırdır və əlavə edirəm kremin üzərinə. Yaxıram hər tərəfə gələcək şəkildə. Sonra isə bir yarım saat, 1 saat qədər biraz saxladıb da yeyə bilərsiniz, elə sırazu da yeyə bilərsiniz. Çox dadlı alınır. Asan dadlı bir şirniyyatdır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, şərh yazmağı unutmayın. Çox sağ olun.